15-ci fəsil. Zoopark. Bəzən azadlığa gedən yol, baş götürüb qaçmaqdan deyil, gerçəyi olduğu kimi qəbul etməkdən keçir. Daha səni gözləməkdən gözümüzün kökü də saraldı, deyə Zenfira xanım Qalibə qapını açdı. Belə gec gəldiyim üçün bağışla Zema ana, vaxtın necə keçdiyini hiss etmədim. Oğlan cavab verərək qadının yanağından öpdü. Zaman üç halda fərq etmədən uçur. Ya sevdiyin işlə məşğul olanda, ya sevdiyin adamın yanında olanda, ya da kazinoda olarkən. Ölkəmizdə kazinolarımız yoxdur. Sən cəmi yarım gün emalatxanada olmusan, deməli bircə şey qalıb. Qalib, gəl bura. Danış görüm o kimdir? Qalib onunla üzbəüz kresloya ələşən kimi Samirə bildirdi. Sən məktəbdə müəllim yox, polisdə müstəntiq işləməlisən, Qalib qeyd etdi. Bu iki peşənin necə də bir-birinə bənzədiyini təsəvvür edə bilmirsən, deyə Samirə gülərək cavab verdi. Ciddi de görüm, məni ələ verən hansı hərəkətim oldu? Çox xoşbəxt görünürsən və sənin o axmaq gülüşün. Raminlə sənin aranda ümumi oxşar cəhətin nə olduğunu bilirsənmi? Nə olacaq? Ancaq ikimiz sənə tab gətirə bilirik. Sən mənim mələklərə xas olan gülüşümü axmaq hesab edirsən. Bilirsən, vaxt keçdikcə Ramini daha çox bəyənirəm. Mütləq onunla görüşməliyəm. Əminəm ki, onunla anlaşacaqsan. Hərdən fikirləşirəm ki, sən mənim bacımsan, yoxsa onun. Yenə də söz güləşdirirsiniz. Oğlum, bu doğrudurmu? Bir qızla tanış olmusan. Harada, o kimdir? Deyə Zema xanım həyəcanla soruşdu. Adı Sonadır. Biraz tərəddüddən sonra Qalib cavab verdi. Raminin nişanlısının əkiz bacısıdır. Yazıq Ramin, indi o səndən ömürlük qopa bilməyəcək. Samirə güldü. Sakit ol, imkan ver oğlan sözünü desin. Anası ona pışıldadı. Onun çox yaxşı, fərqli qız olmasından başqa deyəcək heç nə yoxdur. Əminəm ki, bəyənəcəksiniz. Şübhə etmirəm, oğlum. Onunla tanışlığa şad olardım. Zenfira xanım həyəcanla cavab verdi. Çöhrənə, mələklərə xas, axmaq bir təbəssüm gətirə bilən bir qızla tanış olmaqdan məmnun olaram, deyə ona tərəf uçan yastıqdan məharətlə qaçaraq güldü. Səhər sübh açılmamış qalxan Qalib, bütün ailənin işdən əvvəl səhər yeməyinə toplaşdığını görüb, dərhal xəbərlərin, günün planlarının müzakirəsinə qoşuldu. Ana dedi ki, sənin bugün üçün planların var. Mənim maşınımı götürmək istəyirsən? Yolda əli ilə məni də götürərdin. Vaqif bəy təklif etdi. Qalib deyəsən təklifi düşünürdü. Lakin bir saniyəlik geri dönüş onu diksindirdi və başını buladı. Mən hələ sükan arxasına keçə bilmirəm, deyə Qalib sakitcə pışıldadı. Yaxşı oğlum, üzülmə. Vaqif bəy onun çiyninə vurdu. Hər şeyin öz vaxtı var. O biri gün artıq bazaya qayıdırsan və biz qərara gəldik ki, sabah istirahət edib evdə səninlə qalaq. Samirə mövzunu dəyişdi. Şirniyyat, pizza, popkorn alıb televizora baxacağıq, söhbət edəcəyik, bütün günü dincələcəyik. Necə fikirdir? Elə uşaqlıqda olduğu kimi, sonra evdəki səliqəsizliyə görə və evin hər yerində konfet kağızlarının səpləndiyinə görə anamız payımızı verərdi. Qalib güldü. Raminlə qızları da dəvət edə bilərik. Əgər Sonanı dili zəhər bacımızla tanış etməkdən çəkinmirsənsə, Samirə təklif etdi. Əla fikirdir. Sadəcə sabah üçün başqa planları olub-olmadığını soruşmalıyam. Yeri gəlmişkən, bacım hərdən zəhlə tokun olsa da, ondan yaxşısı ola bilməz. Qalib təbəssümlə inandırdı. Düz saat 10-da Qalib blokun girişində Sonanı gözləyirdi. Artıq aşağı mərtəbədə olduğunu yazan Qalib, onu yenidən görmək üçün səbirsizlənirdi. Qızın necə yaxınlaşdığını görən an gözlərini ondan çəkə bilmədi və o ona gülümsəyərək əlini yelləyəndə nəfəs almağı tamamilə unutdu. Bağışla, gecikdim.
Hara getdiyimiz barədə Günayın sorğu-sualına cavab verməli oldum və Raminlə bizə sürpriz edib getdiyimiz yerə gəlməsinlər deyə həqiqəti demək istəmədim. Qalib xəfif təbəssümlə dedi: "Mən səni sorğu-sual etmək fikrində deyiləm. Ancaq taksi sürücüsünə hara getdiyimizi deməliyəm. Sənə güvəndiyim dağlar, hərçənd zooparka getmək istədiyimi sənə deyə bilərəm." Qız ümidsiz bir şəkildə ah çəkdi. "Zooparka?" Qalib çaşqınlıqla soruşdu, amma dərhal Sonanın məzəmmətli baxışı görüb özünə gəldi və itayətkarlıqla təkrar etdi. "Zooparka, deməli ki, zooparka." İlin bu yayına xas şəkildə hava günəşli və qeyri-adi isti idi və Bakını layiqincə küləklər şəhəri adlandırsalar da, qışda sümüyə qədər işləyən xəzrisi, yayda qızmar, dözülməz istidən xilas edən gilavari olsa da, bugün külək fasilə verməyə və özünə istirahət verməyə qərara gəldi. Son ayla zooparkda gəzən Qalib, bu gəzintidən təkcə yanındakı gözəl xanıma görə deyil, həqiqətən də həzz aldığını düşünürdü. O, burada son gəlişindən sonra hafizəsində özünə yer eləmiş xoşagəlməz hadisəni xatırladı. Bir dəfə uşaqkən qəfəsə salınmış qartalları seyr edərək həyatın necə də qərib və ədalətsiz olduğunu artıq başa düşürdü. O, bu məğrur quşların təslim olmadan özlərini qəfəsin divarlarına və tamına zərbə ilə çırpmalarına, azadlığa can atmalarına tamaşa edirdi. O zaman qartallara kömək etmək və bu azadlıqsevər məxluqları azad etmək istəyirdi. Ancaq bunu necə edəcəyini bilmirdi və belə vəziyyətlərdə çoxlarının edə biləcəyini etdi. "Getmək istəyirəm, daha burada qalmaq istəmirəm," deyə Zema anasına və Adilə bəyan etdi. Zema anası təəccüblə onu biraz daha gəzməyə razılaşdırmaq istəyəndə Adil araya girdi və artıq yorulduqlarını bildirdi. Zema ananın zooparkı tərk etməkdən çarəsi yox idi. Və yalnız axşam Adilə qaçmasının səbəbini danışdı. Sonra neçə gün yuxuda özünü qəfəsdə gördü. Və röyasında nə qədər etsə də yaxınlıqdakı açıq qapını görmürdü. Beləliklə neçə gün özünü həbsxana divarları arasında hiss etdiyi kabuslardan əziyyət çəkdi. Bundan sonra o zooparkı ziyarət etməkdən qəti şəkildə imtina etdi və heç bir qüvvə onu ora getməyə məcbur edə bilməzdi. Təəccüblüdür ki, o bugün zooparkın ap-havasındakı qəddarlığı uşaqlıqdakı kimi hiss etmədi. Əksinə, ap-havada uşaqlara xas qayğısızlıq və həyatdan həzz almağa, burada və indi bütün qayğıları unudaraq sadəcə anın həzzini almağa dəvət hiss olunurdu. Qalib ətrafa baxdı və sevincək uşaqların rəngbərəng quşlara işarə etdiyini və onların valideynlərinin gülümsəyərək bu quşlar haqqında danışdıqlarını gördü və bir anlıq ona elə gəldi ki, vaxt dayanıb. Və ya bəlkə də o yalnız əsl hüzur və xoşbəxtlik anını əldən buraxmaq istəmirdi. Bax gör necə yaraşıqlıdırlar, sona Qalibi fikrindən yayındıraraq sevinclə qışqırdı. Qartalların olduğu nəhəng qəfəsə yaxınlaşan Qalib, bu vüqarlı quşların budaqlarda oturub, öz həyatlarından kifayət qədər razı qaldığını görüb təəccübləndi. Hamımız üçün bariz nümunə, vəziyyəti dəyişdirə bilmirsinizsə, ona münasibətinizi dəyişin, deyə Qalib düşündü və ucadan soruşdu. Bəs yenə də niyə məhz zooparka getməyə qərar verdin? Sualdan heç də təəccüblənməyən Sona izah etməyə başladı. Yəqin ki, bu uşaqlıq təəssüratları ilə bağlıdır. O vaxt düşünürdüm ki, zoopark sehirli yerdir. Mənə elə gəlirdi ki, bu şirin heyvanlar danışa bilirlər və gecələr qəfəslərindən çıxıb bir-birləri ilə ünsiyyət qururlar. Və buna görə də uzun müddət qəfəslərin yanında dayanıb onlarla danışmağa çalışırdım. Bilmirəm bunu deməyə ehtiyac varmı? Sözsüz heç nə edə bilmədim. Sona güldü. Yəqin ki, mənim çox axmaq olduğumu düşünürsən. Uşaqlıqda səmadakı ulduzlarla danışan bir oğlan sənə nə deyə bilər? Qalib gülümsəyərək cavab verdi. Mən hələ də düşünürəm ki, burada xüsusi bir aura var, qız davam etdi. Mən elə gəlir ki, burada heyvanlar və insanlar dünyası vəhdət təşkil edərək harmoniya və sevinc yaradanda xüsusi möcüzə baş verir. Ətrafına bax,
uşaqlar xoşbəxtdilər və onların valideynləri də bu qayğısızlıq hissindən həzz alır, problemlərini və qayğılarını unudurlar. Mən həmişə hissə qapılanda bura gəlirəm və burada yüngüllük tapıram, burada məni narahat edən bütün həyəcanları və qayğıları unuduram, sonra mənə güc gəlir və həyatda irəliləmək üçün mənə lazım olan enerji ilə evimə qayıdıram. İstərdim ki, sən də bunu hiss edəsən. Qalib onun nə danışdığını çox gözəl anlayırdı və zəng səsinə bənzəyən səsindən həzz alaraq özü də bu sehrin təsiri altında düşdüyünü hiss edir və ona görə də zooparkın onun üçün həmişə sahib olduqları ən qiymətli şeydən, azadlıqdan məhrum olmuş zavallı heyvanlar üçün əsirliyin və ümidsizliyin təcəssümü olduğunu ona demədi. Sonra o zooparklarda olan bir çox heyvanın vəhşi təbiətdə ölümdən xilas edilməsi və insanlar tərəfindən qulluq görülmələri haqqında çox oxumuşdu. Məlum oldu ki, onları azadlıqdan məhrum etsələr də yaşamağa vəsiqə veriblər. İnsanlar heyvanların əvəzinə seçim etmişdilər, amma əslində heyvanların bu halda nəyə üstünlük verəcəklərini heç kim bilmirdi. İndi o düşünürdü ki, heyvanların vəhşi təbiətdə ac ölmələrindənsə, qəfəsdə qarınları tox şəkildə sağ qalmaları daha yaxşıdır. Amma bu variantlardan hansının düzgün və hümanist olduğunu o da bilmirdi. Bütün bunlar ona insanlar dünyasını xatırladırdı. Yaşamaq üçün özlərini qəfəsə atan, bəzən əsl dəyərləri itirib unudan insanlar dünyası. Beləliklə, onlar gəzinərək vaxtaşır dayanıb heyvanlara baxır, hər şeydən danışırdılar və nəhayət, kafedə qəlyanataq edən qərar verəndə, Qalib Səmirənin dəvəti haqqında Sonaya məlumat verdi, utanan Sona bacısı ilə danışacağına söz verdi. Birdən kədərlənən Sona soruşdu. Cəmi bir günümüz qalıb, daha çox günlərimiz, çoxlu telefon danışıqlarımız və gələcək üçün çoxlu planlarımız olacaq, deyə Qalib onun kədərli gözlərinə baxaraq cavab verdi. Nədənsə onun gözlərindəki kədəri görməyə dözə bilmirdi. Əlbəttə ki, istəsən. Birdən istəməsəm, onda necə olar? Qız ciddi görkəm alıb maraqla soruşdu. Qalib bir addım qabağa gəldi və yaşıl gözləri ilə qızı əlk adətə onu hipnoz edib sakitcə dedi. Sənin bunu istəməyin üçün hər şey etməyə çalışacağam.